Çörək insanı kökəldir, əxlaqsız edir. Bu günlərdə biz danışdıq, çörək bahalaşdı. Mən olduğu kimi oxuyacağım, valla mən artıq təəccüblənirəm. Fikir verin. Siyavuş Novruzov nə deyir? Çörəksiz quzu kababı yeyin. Çörək lazım deyil. Çörək insanı həm kökəldir, həm də əxlaqsız edir. İllərlə çörək kəsdiyimiz jurnalistlər mənə zəng edirlər ki, benzindən sonra çörəyin də qiyməti qalxıb. Nə deyə bilərsiniz? Mənə xahiş edirəm, bu haqda sual verməyin. Mən uzun illərdir ki, çörək yemirəm. Çörək məni kökəldir. Hər səhər ilıq su içirəm, axşam da çörəksiz quzu kababı yeyirəm. Baxın, o boyda dahi Sokrat deyildi ki, bir insan üçün əxlaq tərbiyəsi çörək və paltardan daha vacibdir. Yəqin nə dediyimi anladınız. Mən təbii ki, anlamadım. Bəlkə indi Sərdar bəy dünya görmüş adamdır. Sərdar bəy desin görək, bax, millət vəkili nə demək istəyir? Bu nədir? Bu nə biabırçılıqdır? Bu Sokratı, üzr istəyirəm, çox-çox istəyirəm. Sokratı dal tərəfdən başa düşüb bu. Sokrat ayrı şey deyib. Sokrat deyir ki, bir insanın əxlaqı çörəkdən sudan döndədir. Yəni çörəksiz susuz qalmaq olar, əxlaqsız qalmaq olmaz. Bu daldan başa düşüb. Tabi bunlar belədir, onu istəyirəm. Ama bu, sən indi qiymət qalxıb, bayaq mən hələ verilişə başlamamışdan da ya bir şey dedim. Dedim, hə dünən. Dünən dedim, görəcəksiniz, benzinin çıxmasına durub deyəcəklər, kasıblara xeyri yoxdur, kasıblara ziyanı yoxdur. Adam deyir ki, çörəyin qiyməti qalxıb, nə olsun, quzu kebabı yiyin. Çörəyə pulu çatmayan adam quzu kebabı nətər yesin? Sən yersən, quzu da yersən, qoç da yersən, dana da yersən sən. Bunu bırak da oradan, bu astroloji bürclər var, bu, ne bileyim, kız bürcü, oğlak bürcü, falan filan. Orada mütləq bir bürcü olmalıdır, onu yaddan çıxarırlar, nətərsə, onu eləmək lazımdır. Burada bir dana bürcü olmalıdır, dana bürcü. Mütləq, onu gətirmək lazımdır öyle. Bunların hamısı dana bürcündə doğulur. Bak kişi, bunun biri çıxır deyir ki, 15 qəpik nədir ki? Bununla hiç kasıblar. Biri deyir ki, çörək deyir, əxlaqsızlıq gətirir. Demək, son vaxtı bu gene de yaptan geldi. Bu simasız kuldurlar var. Ha. Bunların dalbadal mollası əxlaqsız. Ondan prezidenti dəstəkçisi əxlaqsız. Bunun yapın sədri, obrisi rayon sədri əxlaqsız. Bunun ne bileyim deputatı, xalq yazıcısı, ne bileyim nəyi əxlaqsız, o əxlaqsız, bu əxlaqsız. Bunlar hamısı çörək yiyiblər onda demək. O çörəyi çox yiyiblər. Bu bir daha deyir, o əxlaqsızlığı oradan gətirib. Bu Sokrat'ı okuyup görünlerdense sadece bunu o kadar dana bürcünlendi ki, o kadar dana tefekkürüdür ki, gör bunu necə yozdu. Sokrat deyir ki, bir insanın əxlaqı çörəkdən və sudan öndə gələr. Yəni, bir insan çörəksiz də qalar, susuz da qalar. Ama əxlaqsız qalmaq olmaz. Ama Sokrat'ı daldan başa düşüb gəlib cəmaata deyir, çörək adam əxlaqsız deyir. Tüy sizin vicdanınıza, tüy sizin tefekkürünüze, tüy sizin idraçınıza.